Salam, xoş gördük, dəyərli Avtosaz izləyiciləri. Bir xəbərlə, bir mövzu ilə qarşınızdayım. Əslində elə fonda avtomobilin dövlət qeydiyyat nişanını görürsünüzsə, artıq bilirsiniz söhbət nədən gedəcək. Mövzuya keçməzdən öncə hər birinizdən xahiş edirəm ki, kanalımı bəyənin, abunə olun. Bəli, bir ay ərzində avtomobillərin dövlət qeydiyyat nişanına 2 dəfə yenilik tətbiq olundu. Onlardan biri nömrələrin üzərində hansı ki bu hissədə çip olurdu və artıq yeni nömrələrdə bu çip yoxdur. Bu nömrələr artıq istismara veriləndə çipsiz sadə formada verilirdi. Biz bu xəbəri hardasa təxminən 15-20 gün öncə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən yayılan bu xəbəri biz gördük, müşahidə elədik, həm yeni nömrələri də çəkmişdik. İndi isə dövlət qeydiyyat nişanı ilə bağlı daha bir yenilik tətbiq olunur. Fikir verirsinizsə, bu nömrənin hərflərin və rəqəmlərin arasında belə defislər var. Və bu defislər artıq olmayacaq, deməli, burada heç bir defis olmayacaq və 10 tutalım ki, PC 984, yəni arasında heç bir defis olmadan bu nömrələr istifadəyə və istismara verilir. Artıq başlanılıb bu nömrələrin, həmin qeyd etdiyim defisiz nömrələrin istismara verilməsi. Burada nə dəyişdi? Maraqlı da bu dəyişikliyə niyə gedildi? Burada sadəcə olaraq vurğulanır ki, nömrələr artıq təkmilləşir, yenilənir və ona görə də bu yeniliyə ehtiyac vardı. Xatırlayırsınızsa, bir müddət öncə nömrə həvəskarları, dövlət qeydiyyat nişanının həvəskarları vardı ki, öz avtomobilində, avtomobilinin nömrəsində məhz bu defisləri ağ boya ilə rəngləyirdi ki, burada hər hansı o defislər bilinməsin və yəqin ki, bunu nömrəni daha yaxşı, daha cəlb edici göstərmək üçün bunu edirdilər. Amma yolda polis əməkdaşları həmin sürücüləri saxlayırdı və standarta uyğun olmadığına görə, standarta müdaxilə hesab olunduğuna görə həmin sürücü, bu defisləri ağ boya ilə rəngləyən həmin sürücü əvvəllər 60 manat məbləğində cərimə olunurdu. Hətta həmin sürücülər duracağa da, avtomobillər duracağa da aparılırdı. Amma sonraki müddətdə o cərimənin məbləği 60 manatdan 40 manata endirildi və həmin 40 manat məbləğində cərimə qeyd etdiyim kimi o defisləri ağ boya ilə bağlayan sürücüləri cərimələyirdilər. Bəzi hallarda isə yenə təkrar edeyim ki, həmin sürücülərin nəqliyyat vasitələri duracağa aparılırdı. Amma artıq bu duracaq məsələsi də yığışdırılır, bu cərimə məsələsi də yığışdırılır və nömrələr defisiz şəkildə istismara verilir. Bu isə o deməkdir ki, artıq yeni standartda bu dövlət qeydiyyat nişanına bu defisin olub-olmaması hər hansı kənar müdaxilə hesab olunmur. Yəni, buna görə köhnə nömrələr, hansı ki, ehtiyac yoxdur, artıq o nömrələrdə dəyişib defisiz nömrə almağa da ehtiyac yoxdur. O formada idarə eləmək olar. Hətta o nömrələrin, köhnə nömrələrin fikir verirsinizsə, bax bu defisləri bundan sonra ağ boya ilə rəngləyən və yaxud bu defisi itirməyə çalışanlara da hər hansı bir cərimə gözləməyəcək. Belə. Burada məqsəd nə idi? Konkret olaraq niyə buna gedildi? Niyə nömrələrdə bax belə bir yenilik tətbiq olundu? Ki, bu suala konkret bir məntiqli bir cavab tapa bilmirik. Sadəcə olaraq aidiyyatı qurumdan belə bir açıqlama verilir ki, nömrələr yenilənir, nömrələr təkmilləşir, artıq bu kimi simvollara heç bir ehtiyac qalmır. Bəli, belə. Görək, bundan sonra dövlət qeydiyyat nişanında daha hansı yenilik gözləyəcək? Çünki son bir ay ərzində ikinci dəyişikliyin biz şahid oluruq. Ümidvarıq ki, bundan sonra kəskin bir dəyişiklik olmaz. Bəlkə də olar, bəlkə də nömrə həvəskarları deyər ki, nömrə belə olsa daha yaxşı olar. Ona görə gözləyək. Deməli, biraz öncə çəkdiyim videonu yaymağa hazırlaşırdım ki, hansı ki, bayaq danışanda ki, ümidvarıq bu sonuncu yenilik olar və yaxud bəlkə də başqa bir yenilik də gözlənilər. Yenilik olsa onu təqdim edəcəyimizi demişdik, amma heç çox keçmədi, bir neçə dəqiqə keçmiş daha bir yeniliklə bağlı xəbər yayıldı. Bu dəfəki yenilik nədən ibarətdir? Artıq dövlət qeydiyyat nişanlarının əvvəlində hansı ki o şəhər region kodları var, 10, 77, 99, 90, bax bu kimi kodlar 3 rəqəmli olacaq. Yəni avtomobilin dövlət qeydiyyat nişanında 6 rəqəm biz görəcəyik. Məsələn 999 FY 733, bax belə bir şeydə, elə bir ki, bunu təsəvvürünüzdə canlandırın. Yəni, burada 6 rəqəmdən söhbət gedir. 6 rəqəm və 2 hərf. Yəni, yeni nömrələrdə, bəzi nömrələrdə məhz bunu görə biləcəksiniz. Bu yenilik niyə tətbiq olunur? Bu yeniliyə nə ehtiyac var idi? Sualı verənlər belə bir məntiqli açıqlama verilib ki, bəs indiyədə istifadədə olan 99, 77, 10,
90 bu kimi şəhər kodları, nömrənin əvvəlindəki kodlar artıq tükənmək üzrədir bu rəqəmlər. Ona görə də yeni 3 rəqəmliyə keçmək lazım oldu, ehtiyac oldu və ona görə də belə bir yeniliyin tətbiqi vacib idi və bu yenilik tətbiq olunmağa başlayır. Maraqlıdır. Dövlət qeydiyyat nişanının həvəskarları indi nə düşünəcəklər? Avtomobillərinin nömrələrini mi dəyişəcəklər, yoxsa yeni 3 rəqəmli nömrə mi alacaqlar? Daha doğrusu 3 əvvəlində, 3 sonundakı rəqəmdən danışıram. İzləyək görək nə baş verir dövlət qeydiyyat nişanı ilə bağlı. Bu xəbəri də yəqin ki, hazırlayanda daha bir yeniliyi çıxmaz. Yəni çıxsa da onu da dərhal Avtosaz vasitəsilə təqdim edəcəm. Bizi izləyin, Avtosazı izləmədə qalın. Bu videoların şərh bölməsində şərh yazmağı da unutmayın. Fikirləriniz bizim üçün çox dəyərli və çox maraqlıdır.